mənim əzizlərim, bugün sizə mən bilirsiniz nə barədə danışacağım? 2026-cı il alovlu atilinin bürclərindən danışacağım. Daha doğrusu bürclərin alovlu atilindən danışacağım. Mən münəccim deyiləm. Mən durum deyim ki, bu barədə anlayışım var. Astroloqam? Yox, deyiləm. Amma bir balaca araşdırma apardım internet üzərindən və maraqlı faktları öyrəndim. Maraqlı məlumatları öyrəndim ki, istəyirəm bu məlumatları sizə çatdırım. Odur ki, bu il alovlu atilidir. Yəni 2026-cı il. Alovlu atili çox çılğın bir ildə. Alovlu at ili ümumiyyətlə bir yerdə dayanmaq ili deyil. Yəni dayanmaq olmaz, sən bir yerdə dayandınsa batdın. Bil ki, batdım. Bu il güclü və hərəkətli bir ildir. Bu il çox sürətli dəyişikliklər ilidir. Bu il olduqca sürətlə dəyişikliklər baş verəcək. Və söyləməliyəm ki, at azadlıq, at risk və cəsarət yol deməkdir. Cəsarətli yol deməkdir. At, yəni belə at olaraq, heyvan olaraq da risklidir və sakitliyi sevmir. Ona görə də alov da ehtiras, partlayış, ani qərarlar deməkdir. Böyük irəliləyişlər deməkdir. Alov və at birləşir, ehtiraslı, alovlu at ilə cəsarətli, iri addımlar, ani qərarlar, böyük cəsarətli işlər deməkdir. Odur ki, mənim əzizlərim, və onu da sizə söyləyim ki, mart ayına qədər 2025-ci ilin qalıqları olacaq hələ. Yəni düşünməyin ki, nə oldu, il gəldi, heç nə dəyişmədi. Xeyr, mart ayına qədər ötən ilin 2025-ci ilin qalıqları ilə bir balaca çarpışacağıq. Mart ayından isə başlayacaq irəliləyişlər və əsas irəliləyişləri siz avqustun axırından görəcəksiniz. Və bu nə deməkdir? Köhnə ilin bütün tərzi dağılacaq. Köhnə ilin saxta münasibətləri, o iki üzlü münasibətləri hamısı dağılacaq. Qorxan uduzar. At ili 2026-cı il alovlu at ili qorxanların ili deyil, cəsarətlilərin, belə risk eləməyi sevənlərin ilidir. Və ona görə də hər şey sürətlə baş verə bilər. Yetər ki, siz qorxmayın, iradəli olun və cəsarətli olun. Mənim əzizlərim, bu il bir balaca diqqətli olmaq lazımdır. Aqressiyaya, yəni aqressiyanı çox buraxmaq, püskürmək olmaz. Daha sonra sözlə insanların ruhunu incitmək qəti olmaz, biləsiniz. At həssas daxı, duyğusal daxı. Və bir də pulda riskli addımlara diqqət yetirmək lazımdır. Bunlara mütləq və mütləq siz diqqət yetirməlisiniz mənim əzizlərim. Çünki bunlar çox önəmli bir şeydir. Sürətlə irəliləmək lazımdır, amma tələskənlik lazım deyil. Ani qərarlar vermək lazımdır, amma tələsik qərarlar vermək lazım deyil. Ona görə də mənim əzizlərim, bu il çox maraqlı bir ildir. Siçan ili üçün bu il sənin üçün sınaq ilidir, biləsən. Mən bir balaca illər haqqında, daha sonra bürclərə keçəcəm, aylar haqqında deyəcəm. Bu il siçan ili üçün rəqabət ilidir. İşdə rəqabətin artacaq. Pul gəlir, bir balaca pul saxlamaq, yığmaq çətin olacaq sənin üçün. Və dostlarını yenidən seçməlisən. Öküz ili üçün gərgindir. Mənim əzizlərim. Öküz ili üçün bir balaca gərgin il olacaq. Yəni, səni tələsdirəcəklər, amma öküz tələsməyi sevmir axı. Aramla, asta iş görməyi sevir. Bu arada qızım da öküz ilidir. O da çox asta gəldi. Daha sonra sakit planları pozula bilər. Çünki bu sakitliyi gözləmir. Bu ani qərarları sevir. Və mənim əzizlərim, zəhmətinizin, əziyyətinizin bəhrəsini ilin ikinci yarısında görəcəksiniz. 6-cı aydan sonra görəcəksiniz. Pələngili bu il sənin ilindir. Mənim əzizim, karyerada yüksəkliyin olacaq, güclü tanışlıqların olacaq, pul və nüfuzun biraz da artacaq. Pələng də sevir şan şöhrəti, amma egonu nəzarətdə saxla. Pələng egolu olur, o ego təkəbbürü içində bir balaca nəzarətdə saxla ki, həddən ziyadə olmasın, zərər verər sənə. Dovşan ili, vay, Dovşan ili sənin üçün çox emosional ildir. Münasibətlər ön plana çıxacaq, keçmişdən insanlar qayıda bilər, diqqətli olun. Keçmişdən qaydanı qəbul eləmək olar mı, olmaz mı? Buna fikir verginə daxili rahatlığın olacaq. Əsas odur ki, daxili rahatlığın olsun. Və bir də başqalarının məsləhətlərinə fikir verməməyə məzim önəmli olan odur ki, öz düşündüyünü, öz istədiyini həyata keçirəsən. Bu dəqiqə məsləhət verənlər çoxalır. Bax, yerindən duran məsləhət verir. Boş ver. Ürəyin nə istəyir? Ağlın nə edir? Onu da həyata keçir. İlan ili. İlan ili, mən də ilanım. İlan ili ağıllı addımlar ilidir.
Zaten ilan müdriklik deməkdir və ilan ilində ağıllı addımlar, gizli planlar uğur gətirəcək. Heç kimə deməyin ilan ili. İlan axı bir balaca deməyi sevir mənim kimi. Elə nə düşündü ağlına gələni deyir. O olmaz. Gizli saxla planları və gizli ağlında saxladığın planlar həyata keçə bilər. Ay mənim əzizlərim, bu il ağlınızla pulunuzu qazanacaqsınız. Ağıl və yaradıcılıqdan. Yəni ürəyin səsini qoyun bir qırağa. Ağlınıza qulaq asın ilan ili. Və mənim əzizlərim, əsas odur ki, məsləhətlərdə tələsmə. Səssiz qal. Yəni ən böyük mənim məsləhətim odur ki, bunun məsləhətlərinə qulaq asmam. Dovşan ilində olduğu kimi. Bir də tələsmə, müşahidə elə, səssiz qal. İlan sevir axı danışmağı. Yox, bu il bir balaca sakit qalırsan və hamını hər şeyi müşahidə edirsən, daha sonra ağlınla qərar verirsən. At ili bu il sənin ilini, taleyini dəyişə bilər. Bu il sənin ilindir, mənim əzizim. Böyük qərarlar, köç dəyişimi ola bilər. Harasa köçə bilərsən, nə isə dəyişə bilərsən. Daha sonra ailə mövzuları bir balaca olacaq ki, xeyrinə olacaq. Özünü tapmağın dövrüdür. Gec də olsa özünü tapacaqsan. At ili və özünü qurban eləmə. Özünü fəda eləmə. Bunu diqqətdə saxla. Bu il özünü heç kim üçün qurban və fəda eləməklə olmaz. Bunun sənə bu il sənin ilində zərərdir. Meymun ili. Vay meymun ili. Hərəkət ilidir. Meymun da hərəkəti sevir. Axı daim hərəkətdə olacaq. Yeni ideyalar, biznes qərarları, nə bilim xarici əlaqələr, hamısı sənin üçün bu il uğurlu olacaq. Sadəcə olaraq bir balaca dağınıq ola bilərsən. Bu hamısı bolluq sənə töküləndə hamısı dağınıq ola bilər. Bir də mənim əzizim meymun. Adətən ilanlar bir balaca başlığını yarımçıq qoymağı sevir, amma bu il meymun sənin üçün başlığını yarımçıq qoyma. Ağır olsa, çətin olsa da sona qədər gedirsən. Xoruz ili. Xoruz ili bu il sənin üçün nizam, intizam və məsuliyyət ilidir. Məsuliyyətli olmalısan. Zaten xoruz ili çox vaxt məsuliyyətli olur, amma arada olur da, eqona mane olur. Və karyeran möhkəmlənəcək, pul məsələləri sabitləşəcək, yəni tənzimlənəcək və mənim əzizim bir balaca hörmət, izzət sənin üçün artacaq, biləsən. Sadəcə olaraq bir balaca özünə tənqidi azalt. Özünə tənqidi sən sevirsən, olmaz. Özünə tənqidi azaldırsan və özünə dəstək verirsən. Özünə dəstək verirsən. İtili, Sadıqül, itili mənim əzizim, daxili mübarizə ilə. Özünlə dalaşacaqsan, qırğın müharibə olacaq sənin içində. Necə olacaq, olmaz, bunları qoy bir qırağa. Kimə güvəndiyini konkret seç. Seç kimə güvənə bilərsən. Bu il onun üçündür ki, sən güvənə biləcəyin adamları seçəsən. Bu il sənin üçündür ki, sənin yanındakı dostların sınaqdan keçsin. Keçir onları sınaqdan. Nəticədə sonda kimin sənin yanında qalacağına bu il qərar verəcəksən və ruhsal inkişaf dövründə ruhən sən inkişaf edəcəksən. Ay, nə gözəl bir ruh təbəqəsinə gəlib çatacaqsan. Bir də mənim əzizim, lütfən ona buna görə yaşama da. Bu özü üçün. Özün üçün yaşa. Bəsdir də. Bu il özün üçün yaşamaq ilidir. Donuz ili. Ay, donuz ili. Şanslıdır, amma biraz tənbəldir. Zaten donuz tənbəl olduğuna görə bu il tənbəllik təhlükəsi var. Ona görə də o tənbəlliyi aradan qaldırsan bir balaca sənə rahatlıq gələr. Pul da rahat gələ bilər. Amma yetər ki, o tənbəlliyi aradan qaldır. Bir də mənim əzizim, çalış, sevgi ilə həyatdan zövq al. Sevgi olarsa sən də həyatdan zövq ala biləcəksən. Odur ki, sevgi məsələlərinə biraz diqqət yetirirsən və bir də fürsəti qaçırma, tənbəllik eləmə. Həmən hərəkətə get, əsasən də sevgi məsələlərində. Biləsən və mənim əzizlərim, söyləməliyəm ki, at ili, yəni az da olsa illər haqqında dedim və söyləməliyəm ki, at ili zəiflərin ili deyil. At ili cəsarətli, at ili ürəkli, at ili mərd adamların ilidir. Yəni cəsarətli olsan mükafatını alacaqsan. Yəni mən illəri dedim, ümumən deyirəm. Hamınıza aiddir. Cəsarətli olsan ilin sonunda mükafatını alacaqsan. Qorxu olsan itirəsən. Qorxduğun bu il qorxduğunsa itirəcəksən də mənim əzizim. Bir də at ili dürüstlüyü sevir. Dürüst oldunsa yolların açılacaq. Yox, həlləm qəlləm, fırıldaq, alay dolay bu işlər at ili üçün deyil. Ümumən bürclərə deyirəm. Ona görə də bu il o həlləm qəlləmliyi, nadürüstlüyü aradan götürmək lazımdır. Hər şeydə doğru, dürüst, düzgün olmaq lazımdır. Odur ki, mənim əzizlərim, əgər sən dəyişməyə hazırsansa, bu dediklərimi həyata keçirməyə hazırsansa, demək ki, bu il sənin üçündür. Mən istəyirəm aylar haqqında da danışım. Aylar sənin üçün maraqlıdırsa, mən ay bürcləri haqqında da danışmaq istəyərəm. Görək aylar necə olacaq? Qoç ili, qoç bürcü.
Qoç bürcündən başlamaq istəyirəm. Qoç bürcü risk və dilim dolaşdı. Qoç bürcü üçün risk və yüksəliş ilidir. Bu nə deməkdir? Yeni layihələr və liderlik olacaq. Qoç liderliyi sevdiyinə görə bu il sənin üçün yeni layihələr, yeni risk ilidir və bu il sənin üçün pul yüksəlişidir. Gəlir, pul gəlir, sənin üçün gəlir, tökülür. Yetər ki, bir balaca aqressiv olmam, bir də aqressiv halda qərar verməklə. Bu olmaz, mənim əzizlərim. Yəni, biraz düşün, sonra hərəkət elə. Buğa mənim qızımın bürcüdür, buğa bürcü. Ay, buğa komfort zonasından çıxacaq. Abituriyent uşağım ona görə. Buğa bürcləri bu il komfort zonasından çıxacaq. İşində, gücündə, maliyyəsində, pul məsələlərində dəyişiklik olacaq. Köhnə planları dağılacaq. Tamamilə bu il onun üçün yeni planlar ilidir mənim əzizlərim. Bu il buğa bürcü üçün yeni bir həyat formalaşacaq. Risk inatkarlıqdır. Bu il lütfən bir balaca inatkar olma. Ay, bilirəm, buğa bürcü çox inatkar bürcüdür. Çox tərs bürcdür. Dedikdir. Olmaz. Bu il o inatkarlığı bir balaca arxa plana çal və arxa plana sal və bir balaca da müqavimət göstərmə, dirəşmə. Burax həyatın axarına və öz rahatlığı ilə geçsin. Keçək Əkizlər bürcünə. Əkizlər bürcü bu il aktiv və əsasən danışıq dolu bir il olacaq. Yəni, sizin bu il işiniz danışıqlardan keçəcək. Yeni əlaqələr, yeni tanışlıqlar, yeni satış, yeni təlimlər bu il sizin üçün danışıqdan keçəcək mənim əzizlərim. Hətta səfərləriniz ola bilər, o da danışıqlar üzərindən. Lütfən dağınıq olmayın, sizin üçün risklidir. Və əsas odur ki, başladığını bitirməyə bacarıqla. Odur ki, danışığınıza diqqət yetirin, gözəl danışmağı öyrənin. Bilməyənlər lütfən təlimlərə gedin, natiqlik qabiliyyətini artırın, nitq mədəniyyətinizi artırın. Çünki bu il sizin işiniz danışıqdan keçəcək. Mənim kimi bütün günü danışacaqsınız. Xərçəngə keçək, gəldik yaya. Xərçəng daxili dəyişikliyidir. Bu il daxilində dəyişiklik olacaq. Onun ailə münasibətləri, ailə söhbətləri önə gələcək mənim əzizlərim. Daha sonra keçmiş yaralarınız sağalacaq, yavaş-yavaş sağalacaq. Emosional qərarlar ilidir. Bu il sizin üçün həssaslıq risklidir. Lütfən həssas olmayın. Lütfən bir balaca həssaslığı kənara qoyun və heç nə ürəyinizə salmayın. Yəni, bu il hər şey ürəyinizə salsanız, nəyinsə üstündə, bir hadisənin, bir söhbətin üstündə qalsanız, orada dünən bu oldu, sırağa, siz məhv ola bilərsiniz. Odur ki, heç nəyin üstündə dayanmırsınız. Yalnız irəli və yalnız daxilən, ruhən özünüzü rahat, huzurlu etməyə çalışın. Bu sizin üçün belədir. Şirə gələk. Şir bürcü parlama ilidir. Şir zaten şan şöhrəti sevir. Bu isə parlayacaq. Liderlik, tanınmaq ilidir şir üçün. Güclü enerji ilidir bu il sənin üçün. Ah, sevgi və ehtiras. Yetər ki, sevgi, ehtirası doğru düzgün istifadə eləyəsən və bir də şirli çox egoludur. Lütfən o egonu geri çəkin. Əgər egonu geri çəksəniz, hər şey düzələcək. Yox, ego o təkəbbür ki var, özündən razılıq, təkəbbür. Bax, əgər onu artıq eləsəniz, bu sizin üçün riskli ola bilər, mənim əzizlərim. Lütfən lider olun, diktator yox. Lider olmaq o demək deyil ki, yekəxana olasan. Xeyr, lider olmaq yanındakiləri özünlə aparmaq, onlara işıq saçmaq deməkdir. Lider olmaq egoist, yekəxana, diktator olmaq demək deyil. Lütfən yanınızdakilərə də dinləyin, eşidin, onların da fikirlərinə, məsləhətlərinə dəyər verin. Məsləhətlərinə yox, fikirlərinə, düşüncələrinə dəyər verin. Odur ki, bunlara dəyər versəniz, fikir versəniz, sizin üçün əli qız bürcü, vay qız bürcü gəldi, çıxdı. Planlama və intizam elm. Bu il sizin üçün planlama, intizam, işlərinizdə irəliləyiş olacaq. Hətta sıçrayış dərəcəsində irəliləyiş olacaq. Lütfən bu il sağlamlığınızla məşğul olun, qız bürcü. At ili, alovlu at ilində sağlamlığınızdan müğayət olun. Bu il ona görədir ki, siz məhz özünüzlə, sağlamlığınızla məşğul olasınız. Və mənim əzizlərim, lütfən özünü tükətməyin. Sizin bu il işlərinizdə uğur ola bilər, yüksəliş ola bilər. Siz orada özünüzü tükəndirə bilərsiniz və tükəndirsəniz sağlamlığınıza mane ola bilər. Bu il sağlamlığınıza diqqət yetirin. Mənim əzizlərim, hər şeyi mükəmməl eləmək üçün çalışma, hər şey mükəmməl ola bilməz axı. Yəni, mümkün deyil. Hər şey elə olduğu kimi olsa daha gözəldir. Yetər ki, siz özünüzü tükəndirib, hər şey mükəmməl, möhtəşəm. Bunları qoyun bir qırağa, lütfən. Alındı, nə gözəl. Yəni, bu şeylərə əməl eləsəniz, sizin üçün bu il yaxşı ildir. Yaxşı ildir, çünki işlərinizdə sıçrayış, uğura sıçrayışlar var, irəliləyişə sıçrayışlar. Gəldik tərəziyə. Bu il sizin üçün seçim ilidir, tərəzim. Bu il siz münasibətlərinizdə
ciddi bir qərar verməlisiniz. Fərq eləmir, dostluq, sevgi, ailə, iş, bu münasibətlərdən mütləq ciddi bir qərar vermək məcburiyyətindəsiniz mənim əzizlərim. Bu il sizin üçün yeni iş, yeni tərəfdaşlıq olacaq. Siz bu il yeni işlərə, yeni tərəfdaşlıqlara imza atacaqsınız. Nə gözəl! Bu il siz balansınızı tapa biləcəksiniz. Bundan istifadə edin. Bu il tərəzi bürcü özü balans tapa bilər. Hər şeyin tərəzidə eyni dayanmağını, balansını tapa bilər. Yetər ki, qərarsız olmayın. Tərəzilər qərarsız olur, mənim əzizlərim. Lütfən konkret olun, lakanik olun ki, bu söylədiyim uğurlar sizin üçün gələ bilsin. Bir də hamını razı salma. Özünü razı sal, yetər. Daha sonra gəlirik əqrəbə. Əqrəb bürcü güclü transformasiya olacaq. Güclü transformasiya ilidir əqrəb bürcü üçün, mənim əzizlərim. Belə müsibət bir dəyişiklik olacaq əqrəb üçün bu il. Özdə böyük dəyişikliklər olacaq, gizli həqiqətlər açılacaq və bu dəyişikliyi doğru düzgün istifadə eləsəniz uğur əldə edə biləcəksiniz. Bilirsiniz, o gizli həqiqətlər ki, ortalığa çıxacaq, çoxdandır bəlkə də hiss eləyirdiniz, hiss eləmirdiniz. Hamısı çıxacaq ortalığa, hamısı dağılıb töküləcək ortalığa. Siz onlardan doğru düzgün istifadə etməyi bacarmalısınız və ruhsal inkişafınızdan doğru düzgün inkişaf eləməlisiniz. Bir dənə o qisas hissi var əqrəblərdə. Lütfən o qisas hissini yığışdırın. Bu il olmaz, alovlu atla qisas olmur. Onu yığışdırırsınız və rahatca o qisasını yığışdırandan sonra özünüzü buraxırsınız, dincəlirsiniz, rahatlaşırsınız. Bu il sizin üçün həqiqətən də yaxşı bir il olacaq. Yetər ki, şanslardan istifadə edin. Ox atan mənim bürcüm. Ox atan güc və status ilidir. Sevirəm gücü və statusu, liderliyi sevirəm. Ox atan bu il karyera zirvəsidir. Lütfən diqqətli olun. Karyeranızda zirvə olacaq. Ucalacaqsınız. Ay nə gözəl. Daha sonra maddi sabitlik olacaq. Ay mənim kimi o maddiyatın qalxıb düşən yerləri var. Bax o maddi qalxıb düşən yerlər bu il sabitləşəcək, tənzimlənəcək. Rahat-rahat hər ay eyni vəziyyətdə maddi sabitliyiniz olacaq. Yəni maddiyatdan çətinlik çəkməyəcəksiniz və bir də daha çox hörmət qazanacaqsınız. Sizin həyatınızda elə bir şeylər baş verəcək ki, karyeranızda siz daha çox hörmət qazanacaqsınız. Riskiniz soyuqqanlı olmağınızdır. Yəni bir balaca ox atanlar soyuqqanlı ola bilir. Lütfən o soyuqqanlığı yığışdırırsınız, onun yerinə istiqanlığı qoyursunuz və bir balaca duyğunu unutma, duyğularını, hisslərini unutma. Mən unutmuram, amma yəqin mənim bürcümdə unudanlar var. Gələk Dolça bürcünə. Ay Dolça bürcü. Dolça bürcü bu il sənin üçün azadlıq və yenilik ilidir. Çox uzun oldu, amma maraqlıdır məncə. Azadlıq, yenilik, yeni layihələr, sosial şəbəkə, sosial layihələr, texnologiyalar, qəfil dəyişikliklər. Bu sənindir Dolça bürcü. Bir dənə üsyankar olma, üsyan eləmə. Üsyan eləmək sənin üçün risk ola bilər. Qurban olduğum nə verir sənə? Allahın verdiyinə şükr elə, davam elə. Vəssalam. Bir də gələn gəlirini dağıtma. Əksinə yenilə, yeniliklərə qoy, yeni işlərə qoy günən ki, uğurlu olsun sənin üçün. Və balıqlar, sonuncu bürcü söyləmək istəyirəm. Balıqlar, bu il sənin üçün sevgi, bu il sənin üçün duyğu, sezgi ilidir. Bu il sənin üçün sevgi ilidir. Hər şey sevgi ilə yanaşmalısan mənim əzizim. Bu il ruhsal inkişaf olacaq sənin üçün, yaradıcılıq sənin üçün. Bu il dərin münasibətlər, eşq münasibətləri, sevgi münasibətləri, ailə münasibətləri, hamısı sevgi üzərində. Bir dənə illüziya qapılmada qurban olum sənə. Balıq sevir axı, illüziyalar özü üçün qursun. Bu sənə lazım deyil, bu il lazım deyil. Gələn il eləyərsən, bu il yox. Bu il illüziyalardan uzaq olursan, lakin xəyalların gerçək olacaq, gerçək ola biləcək xəyallarını bu il həyata keçirirsən. Yalnız gerçək ola biləcək xəyallar haqqında düşünürsən. Bugünə bu qədər. Necədir sizin üçün mənim əzizlərim? Odur ki, mən bürcləri dedim, mən münəccim astroloq deyiləm, amma araşdırmalarımdan bu il sənin üçün olanları söylədim. Və bir daha söyləyirəm, mart ayına qədər, Novruzumuza qədər, yəni bizim təqvimlə yeni il bilirsiniz də, martda daxil olur və o vaxta qədər hələ 2025-in qalıqlarıdır. Odur ki, ondan sonra yaşa və xoşbəxt ol. Bugünə bu qədər. Səhifəmə abunə ol, bəyən, paylaş. Bəyəndin, xoşuna gəldin, nəsə bir şey istəyirsən öyrənmək, lütfən yaz. Hələlik.